Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün qatıqsız, südsüz, tez başa gələn korjik dadında ləzzətli peçenyalar hazırlayacağım. Əvvəlcə qabın içərisinə 4 stəkan yarım un tökürəm. Üzərinə 1 cimdik duz, 1 ədəd vanilin və 1 çay qaşığı hil əlavə edib qarışdırıram. Hiliniz olmasa tökməyə də bilərsiniz. Onun içərisinə 1 stəkan mürəbbə suyu, hər hansı bir mürəbbə suyundan istifadə etmək olar. 2 ədəd yumurta, yumurtanın sarısının birini üzər üçün götürürəm. Kənarda 1 çay qaşığı sodanın üzərinə 1 çay qaşığı sirkə tökürəm. Üzüm sirkəsi, alma sirkəsi istifadə etmək olar. Sodanı da ərzaqların üzərinə əlavə edirəm. Sonda 100 qram ərinmiş yağı tökürəm və xəmir yoğururam. Gördüyünüz bu qaydada yumuşaq xəmir alınır. Xəmiri yarım saat gözlədirəm. Yarım saat qaldıqda gördüyünüz kimi xəmir biraz bərkiyir. Şirin xəmir olduğu üçün bərkiyir. Xəmiri kündələyirəm. Dəzgahın üzərinə biraz un tökürəm. Çox az miqdarda unu tökürəm. Daha sonra isə kündəni oxlovla yayıram. Nə çox nazik yayılmır, nə də çox qalın. Orta ölçüdə yayılır. Daha sonra isə kəsirəm. Mən bu alətin köməyi ilə kəsdim. Siz əgər istəsəz, müxtəlif fiqurlardan istifadə edə bilərsiniz. Kəsdiyim xəmiri soba listinin içərisinə yığıram. Soba listini də yağlamıram, yağlamağa ehtiyac yoxdur. Yapışmır, çox gözəl xəmir alınır. Bu xəmirdən 2 soba listi peçenya alınır. Sonda 1 ədəd yumurta sarısının üzərinə 1 çay qaşığı duru yağ əlavə edib qarışdırıram və xəmirlərin üzərinə çəkirəm. Daha sonra üzərinə çəngəl vasitəsilə xətlər çəkirəm. Zövqə görə küncütdə, qara çörəkdə tökə bilərsiniz. Bu qayda ilə hazırladığım peçenyaları əvvəlcədən qızdırılmış 190 dərəcəlik sobada bişirirəm. Şirin xəmir olduğu üçün tez qızarır, tez də bişir. Gördüyünüz kimi artıq mənim peçenyalarım hazırdır. Pambıq kimi yumuşaq, olduqca ləzzətli, bərəkətli peçenyalar alınır. Əziz xanımlar, əgər siz də mənim reseptimi bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.